Eşitdim ki şokoladlı Spartak resepti axtarırsınız. Xəmiri rahat yayılsın, kremi də dadlı olsun. Pambıq kimi resept deyirəm sizə. Şəkər tozu, bal, kərə yağını əridirəm. Spartak tortumu Millanın yeni kərə yağı ilə hazırladım. Ətrini və dadını çox bəyəndim. Siz də şirniyyat və başqa reseptlərinizdə rahatlıqla istifadə edə bilərsiniz. Kütləyə sodanı vurub biraz soyudub kakao əlavə edirəm. Tək-tək yumurtalar vurub qarışdırıram. Bütün dəqiq resepti aşağıda qeyd etmişəm. Bu reseptdən 3 kilo tort çıxır. 170 qramlıq kündələrə ayırıram. Biraz un səpib rahat yayıram. Dairə ilə kəsib 170 dərəcədə 3-4 dəqiqə bişirirəm. Artıq xəmirləri isə bişirib blenderləyirəm. Keçək kremə. Kərə yağı ilə qatlaşdırılmış südü mikserləyirəm. Qaşıq-qaşıq bişmiş krem qatıram. Xama və krem pendir də əlavə edirəm. O qədər dadlı kremdir ki bu. Bircə nüansa diqqət edin ki, ərzaqlar otaq temperaturunda olsun. Onda krem hap-hamar olur. Hər layın üzərinə bərabər miqdarda krem çəkib tortu yığıram. Soyuducuda 2-3 saatda pambıq kimi olur. Reseptini bir izləyicimdən aldığım kakaolu sosu da istədiyim formada üzərinə tökürəm. Və salam hazırdır. İnanmıram ki, bu tortu sevməyən ola. Tərkibində 1 qram şokolad olmayan, amma şokoladı xatırladan ən ideal resepti bu. Bəs siz kakaolu tortları sevirsiniz ya sadə ağ biskvitli?